Salam dostlar. Bugün mətbəximdə əsl bir rəng festivalı var. Baxın bu gözəlliyə. Bəzən deyirlər ki, insan əvvəlcə gözü ilə doyur, sonra mədəsi ilə. Bugün hazırladığım rəngli biber salatı məhz həmin o göz doyuran təamlardandır. Həm sağlam, həm vitamin deposu, həm də süfrənizin ən parlaq ulduzu olmağa iddialıdır. İlk olaraq biberlərimizi nazik və uzun formada doğrayırıq. Formasının eyni olması estetik görünüş üçün vacibdir. Biberlərimizi seçərkən diqqət etdim ki, hər rəngdən olsun. Qırmızı, sarı, yaşıl. Hər biri fərqli bir dad, fərqli bir enerji deməkdir. Onları incə-incə doğramaq isə işin ən zövqlü hissəsidir. Mətbəxdəki o təzə tərəvəz qoxusu artıq bütün evi bürüyüb. Mən bu salatı sadəcə yemək kimi deyil, bir sənət əsəri kimi hazırlamağı sevirəm. Hər dilimdə sevgi, hər rəngdə bir enerji var. İndi isə xiyarların yalnız kənar hissələrindən istifadə edirik. Orta hissəsini çıxarırıq, çünki xiyarın ortası su salır və salatın konsistensiyasını poza bilər. Kənarlarını da biberlər kimi uzun-uzun doğrayıb qarışığımıza əlavə edirik. Keçək salatın doyumlu hissəsinə. Toyuğun döş ətinə əvvəlcədən duz və istiot əlavə olunmuş suda qaynadıb süzmüşəm. Əti bıçaqla doğramırıq, çəngəl vasitəsilə didirik. Bu üsulla toyuq lifləri sosu daha yaxşı canına çəkir və salatın içində daha ləzzətli qalır. İndi isə biraz da duz əlavə edib qarışdırırıq. Növbə mayonezə gəldi. Burada diqqətli olmalıyıq. Mayonezi az əlavə edirik. Çox olduqda həm ağır olur, həm də salatı tez sulandıra bilər. Az mayonezlə hər tərəfə bərabər paylanana qədər yaxşıca qarışdırırıq. Bir məqamı da qeyd edim. Bu salatı hazırlayan kimi servis etmək məsləhətdir. Çox qaldıqda tərəvəzlər təbii suyunu buraxa bilər. Amma inanın mənə, o halda belə dadı yenə də möhtəşəmdir. Həm yüngül, həm də çox dadlı. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Kanalımı izləməyi və bəyənməyi unutmayın.